konstruksiyaya malik olmalı, həm də ekoloji təmiz latun materiallarından hazırlanmalıdır. Metaqdan yaxşısı elə metaqdır. İşıqlandırma portretiniz üçün nə qədər önəmlidir? O hər şeydir. Honor 200 Pro. Öz portretini yarat. Supermarketiniz Bazar Store'da günün məhsulu. Sabah bütün Bazar Store'larda 1 litrlik zeytun bağlar ekstra virgin zeytun yağı 23 manat 91 qəpik deyil, sadəcə 14 manat 99 qəpik. Üçlü Sasu bütün dilimli ton balığı 6 manat 99 qəpik deyil, sadəcə 3 manat 99 qəpik. Kontaktda növbəni tut. Bu dəfə ilk Şeşkoşada Toyota Corolla Cross, ikinci Şeşkoşada Sea Breeze-dən mənzil apar. Şeş ataraq məhsul dəyərinin 100%-nə qədər geri al. Ətraflı Ulduz 6060. İşıqlandırma portretiniz üçün nə qədər önəmlidir? O hər şeydir. Honor 200 Pro. Öz portretini yarat. Dəyərli izləyicilər, Xəbər Bələdçisi YouTube kanalına xoş gəlmisiniz. Zəhmət olmasa videonu axıra kimi izləyin və videonu bəyənməyi unutmayın. Sərhəddə yeni hərbi hissə Qərb Ermənistana növbəti silah partiyası çatdırdı. Qərb Ermənistanı silahlandırmaqda davam edir. Globali Foaz xəbər verir ki, bu barədə Bestormazov Telegram kanalı məlumat yayıb. Məlumatda o da qeyd edilib ki, şərti sərhəddə Ermənistan silahlı qüvvələrinin yeni hərbi hissəsi peyda olub. Bakı S-300'ləri hazır vəziyyətə gətirdi. Ermənistan müharibəyə hazırlaşır. Xəbər verdiyimiz kimi cari ilin hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələri ilə taktiki xüsusi təlim keçirilib. Təlim zamanı S-300 favorit zenit raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib. Start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər. Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib. Bəzi ekspertlər iddia edir ki, təlimlərin indiki məqamda keçirilməsi təsadüfi deyil. Ermənistanın şərti dövlət sərhədində törətdiyi təxribatlar fonunda təlimlərin mesaj xarakterli olduğu iddia edilir. Globali Foazla danışan politoloq Qədir Aslan deyib ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində son günlər baş verən təxribatlar cavabsız qalmayacaq. Rəsmi Bakı sülhdə maraqlı olsa da Ermənistanın təxribatlarına səssiz qalmaq niyyətində deyil. Bununla belə indiki məqamda hər hansısa hərbi bir aktivlik ya da regionda gərginlikdə maraqlı deyil hesab edirəm. Təlimlər Ermənistana bir mesajdır. Yəni təxribatlara davam edirsə daha ciddi addımlar atılacaq. Bakı hələlik qarşı tərəfə xəbərdarlıq edir. Təbii ki, bu tipli təlimlər hər il keçirilir. Adətən bu kimi təlimlər illik plan ilə təyin edilir. Amma bu il təxribatlar ilə üst-üstə düşməsi təlimlərin həm də mesaj xarakterli olduğunu deməyə əsas verir. Hazırda regionda ABŞ hərbçiləri var. Bundan başqa Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Yəni bu tezlikdə regionda hər hansısa bir gərginliyin olacağını düşünmürəm. ABŞ Qafqazı yenə keçmişə qaytarmağa çalışır. Bakının sərt reaksiyası isə Ağ Evi və İrəvanı labirintə salıb. Ağ Evdən verilən açıqlamada ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləmək üçün istənilən formatda əməkdaşlığa hazır olduğu vurğulanır. Bu isə o deməkdir ki, ABŞ Minsk qrupunu yenidən regional geopolitik məkana qaytarılmasında maraqlıdır və böyük ehtimalla bu barədə rəsmi İrəvana artıq qəti təlimatlar da göndərilib. Cənubi Qafqazda yeni savaş poligonu üçün ciddi hazırlıq aparılır. Üstəlik bu hazırlığın arxasında məhz davamlı
olaraq regional sülhdən və sabitlikdən danışan qərb siyasi dairələri dayanır. Xüsusilə də ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda yeni savaş poligonunun sponsorluğunu öz üzərlərinə götürüblər və bu baxımdan qərb siyasi dairələrinin regional sülh prosesinə pozitiv dəstəyindən danışmaq tamamilə yersizdir, hətta yol verilməzdir. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqaz siyasətində 10 illər boyu mövcud olmuş prioritetlər hələ də dəyişməz olaraq qalmaqdadır. Keçmiş siyasi bir